Bir gün torpaq üstündə məni uzadacaqlar. Qaranlıq qəbrin içində. O qaranlıq qəbirdə danışmağa imkanım yoxdur mənim, dilim tutulub. Amma bugün 1000 dəfə səni çağırıram, bir dəfə orada sən də mənə deyəsən ki, xoş gəlmisən. Mən bir ömür səni çağırırım, razıyam, bir dəfə də sən orada məni çağırasan, deyəsən xoş gəlmisən, səni bağışladım. O qaranlıq gecədə, o qorxulu gecədə, hədisdə var elə ki, bizi qəbrə qoyub gedəcəklər. Ən vəfalı dostlarımız, övladlarımız, yaxınlarımız bizi çiyninə qoyub qəbrə aparacaq bir gün. Qoyacaqlar bizi öz əli ilə torpaq tökəcəklər üstümüzə, ayrılıb gedəcəklər. Həsrətlə dallarıcan baxacaq. Hədisdə var, ölən qışqırır, hara gedirsiniz? Mən qaldım burada. Bunlar eşitmir, başını aşağı salıb gedirlər. Bir ikisi də biraz ağlayır, qolundan tutub aparırlar.